Salam dəyərli şagirdlər, hər birinizin hər vaxt xeyir olsun. Ümid edirəm hamınız yaxşısınız. Bildiyimiz kimi artıq 9 mart imtahana sona çatdı. Ümid edirəm ki, hamınız imtahandan ürəyiniz istəyən nəticə ilə çıxasınız. Baxaq ingilis dil suallarına bugünkü. Deməli, qrammatika ilə reading suallarına baxacağıq bu dəfə. 7-ci sualımızda preposition sualıdır və mən həmişə sizə dediyim kimi ən çox istifadə olunan sözlər hansılardır, elə onun da deməli cümlə sualları düşübdür. Həmişə deyirəm ki, to be good atdır, to be bad atdır, to be interested indir, proud ofdur, nə bilim fond ofdur, to be eager to'dur. Bunlar hamısı nədir? İstifadə olunan söz önlərdəndir. Bilirik ki, proud ofdur, afraid də ofla işləndiyinə görə elə variantımız olacaq C variantı. 8-də cəm isimlər istəyir. Yadınızdaysa 2 martda nə düşmüşdü? Tək isimlər düşmüşdü. Sizə dedim ki, ya cəmlənmə düşəcək, ya yəlik hal düşəcək. Bu dəfə də cəmlənməni veriblər. Götürəcəyik A variantını. Women and trousers nədir? Cəmdədir. B-də knowledge təkdə də olmaz. C variantında hər iki sözümüz təkdədir. D variantında hər iki sözümüz təkdədir. Y-də də person təkdə də olmaz. Baxırıq 9-a. Our children go to school by bus. Deməli, burada baxırıq ki, biz bilirik ki, əgər nəqliyyat vasitələrinin qabağında by işlənərsə, o zaman onların qarşısında heç bir artikl olmayacaq, düzdürmü? Elə siz bir dənə bunu yazsaydınız, cavabınız olacaqdı Y variantı. Bəs biz school'un qabağında niyə heç nə yazmırıq? Çünki deyir ki, bizim uşaqlarımız məktəbə nə ilə gedirlər? Avtobusla gedirlər. Biz bilirik ki, school'dur, sonra hospital'dır, airportdur, nə bilim, sonra prison'dır. Bu sözlərimiz ümumi məna daşıyırsa, yəni siz oraya mütəmadi gedirsinizsə, orada işləyirsinizsə, o zaman nə edəcək? Articles işlənəcək. Burada ki, bizim uşaqlarımız məktəbə gedirlər. Deməli, onlar şagirddirlər. O zaman mən deməyəcəm ki, our children go to the school və deməyəcəm go to a school. Elə boş çoxluqla nə edəcəm? İşlədəcəm. Və basın da qabağında dediyim kimi by gəldiyindən heç bir artikel işlənməyəcək. İkisi də boş çoxluq olacaq, yəni Y variantı. Sonra baxırıq deməli digər sualımıza. Bu variant A variantıdır. 10-cu sualımızda nida cümləsi istəyir bizdən. Elə 2 martda da düşmüşdü, burada da düşübdü. Nida cümləmizin düsturu nə idi? Birinci yadınıza salış ki, mübtəda xəbər gəlməlidir. Ona görə baxın, 1-i çıxacaqsınız çünki arzə idi. 3-ü çıxacaqsınız çünki arzə idi. 5-i çıxacaqsınız çünki iziddir. Qalacaq da isə 2 ilə 4. Heç başqa bir şeyə baxmanıza ehtiyac yoxdur. Bilirsiniz ki, whatla başlayan nida cümləsində ismim sayılan təksə qabağında an artiklı gələcək, artiklı gələcək. Ha-la başlayan nida cümləsində ismin qabağında Z olmalıdır. 2, 4, D variantı. Sonra 11-də deməli, definitionlarla uyğunlaşdırmadır. Donate nədir? İyanə etmək deməkdir, pul bağışlamaq deməkdir. Ona görə cavabımız olacaq B variantı. Value dəyərləndirməkdir, dəyər verməkdir. Olacaq C variantı. Defend müdafiə etməkdir, qorumaqdır. Olacaq A variantı. Sonra 12-də düzgün nə istəyir bizdən? Nida sual cümləsini istəyir. Biz bilirik ki, bizim sual cümləmizdə 2 şey var. Birincisi ola bilər ki, mübtədanın təyinə verilən sual. Bir də ola bilər tamamlığın təyinə verilən sual. Buradan siz yola çıxsaz, biri düz götürəcəksiniz. Çünki sual sözümüz, köməkçi fe'limiz, mübtədamız, xəbərimiz. Bir də 2-ni düz götürəcəksiniz. Mübtədama verilən, mübtədanın təyinə verilən sual elə birbaşa da əsas fe'l. Ona görə cavabımız olacaq nə? 1 ilə 2. 13-də bizdən məchul növ istəyir. 2 martda da sual cümləsi düşmüşdü. Burada da sual cümləsi düşüb. Sual cümləsi əslində nəqlidən daha rahatdır. Nə edirsiniz? Sual sözünüzü gətirirsiniz. Sonra to be-nin zamana görə formasını gətirməlisiniz. Yəni köməkçi fe'l gətirməlisiniz. Do hansı zamandır? İndiki sadə zaman, düzdürmü? D-ni çıxacam. B-ni çıxacam çünki mübtəda gəlibdir. Sonra nə etməliyəm? Verilən cümləmin, yəni məlumumun tamamlığını gətirib yazmalıyam. Vanilla deməli, how do you make vanilla ice cream? Vanilla ice cream mənim məlumumun tamamlığıdır. Gətirib onu da qoyuram və təkdə olduğuna görə ara da ehtiyacım yoxdur, izə ehtiyacım var. Bilirik ki, biz əmizardan sonra been gəlməz. Ona görə bunu da çıxırsınız. Cavabımız o Y variantı. Siz have, has, had-dən sonra been gətirərsiniz bitmiş zamanlarda. Sonra baxırıq 14-ə.
cümlə qurmaqdır. Deməli, birinci baxırsınız feilinizə ya da nə edirsiniz? Birləşmə axtarırsınız. Baxırsınız ki, indiki bitmiş davam edici zaman. Deməli, for 2 hours mənim nəyimdir? Zaman zərfimdir. 3-2-ni yanaşı gətirməliyəm, düzdürmü? 3-2 harda yanaşı gəlməyib? A-da yanaşı gəlməyib, B-də yanaşı gəlməyib, D-də yanaşı gəlməyib. Qalır mənə S ilə Y variantı. Neyniyəcəm sonra? Sonra baxacağım ki, mübtədam xəbərim harda düz gəlir. Mən bilirəm ki, oynayan oğlanlar olar. Ona görə 4-5 yazacağam. O oğlanlar oynayır. The boys have been playing. Oğlanlar nə oynayır? Tenis oynayır. 4-5-1 yazmalıyam. Sonra deyəcəm ki, deməli, yazacağım ki, harada oynayır? At the stadium. Sonra da 3-2 artıq cavabımız olacaq C variantı. Bilirsiniz ki, birinci swapdur da bu. Subject, verb, object, place, time. Birinci mən place-i gətirməliyim, sonra yazmalıyım time-ı. Zaten elə qabağını düz gətirsəz, axırda elə gedəcək. Baxırıq 15-ə. 15 modal feildir. Has'ın to'su yoxdur, A-nı çıxırsınız. Yenə have-ın to'su yoxdur, C-ni çıxırsınız. Won't be able-ın to'su yoxdur, yenə bunu çıxırsınız. Has to modal feildir, inkar öz öncəmi. Çox sadə bir formada sizə qalır B variantı. 16-da. Today the weather is fine. The students are going for a walk. Deməli, baxırıq ki, olacaq özü o sinonimdir. Sinonim bağlayıcı ilk öncə çıxmalıyıq. Sonra baxırıq ki, burada heç bir inkar yoxdur, bir-birinin ziddiyyət yoxdur. Deyirəm ki, bugün hava nə idi? Yaxşı idi. Uşaqlar piknikə gedəcək. Beləliklə, uşaqlar piknikə gedəcək. Qalacaq mənə elə yox. Mənə inkar, ziddiyyət olmadığına görə batda ehtiyac yoxdur. Orada yoxsa mənası ya da mənası yoxdur deyə o da ehtiyacım yoxdur. O da elə çox sadə bir formada onu götürürük. Sonra baxırıq deməli buna. 17-ci sualımıza. 17-ci sualda deməli əz-əzin ortasına biz bilirik ki, adi dərəcə gələr. Ona görə cavabımız D olacaq. Sonra baxırıq ki, nöqtələrdən sonra of gəlib. O zaman every'ni çıxacam və xəbərim də cəmdə olduğuna görə no-dan sonra da of gəlir birinci. Bunu da çıxırıq və xəbərimiz də cəmdə olduğuna görə götürəcəyik bosu. İkincisi, deməli 19-cu sualımıza baxaq. Burada daha yaxşı verilib. 19-cu sualımıza baxaq. Deməli, mistakes cəmdədir. Cəm isimdən a little işlənməz, too much işlənməz. Sizə demişəm ki, variantlarda da few, so few, very few, only a few varsa onlar bir-birinə nədir? Ekvivalent qalacaqsa a lot of. 20-də. My friend and his cousin reading the same books for a week. Burada nə var? For a week var. Hansı zaman zərfidir? İndiki bitmiş zamanın və yaxud da indiki bitmiş davam edici zamanın götürə bilərsiniz. Burada əslində əksinə mübtəda xəbər uzlaşması qaydası, zaman uzlaşmasına, zamanın zərfinə baxmağa ehtiyac yoxdur. Baxırsınız ki, iki şəxs var, əntli bağlayıcıdır. Neyniyəcəm? Xəbərimi cəmdə götürəcəm. Elə bir dənə Y variantına da have been. 21-də. Deməli, bu kompleks object qaydasıdır. Expect-dən sonra nə etməliyəm? To-lu feil gətirməliyəm. Cavabım olacaq B variantı. Sonra 22-də. Next Sunday hansı zaman zərfdir? Gələcək sadə zaman zərfdir. Qoyacağım D variantı will meet. Bu qədər bəsit. İndi baxırıq reading suallarımıza. Deməli, baxaq reading suallarımıza. Readingimiz əslində o qədər çətin reading deyil. 23-dən deyir ki, bizdə düzgün variant seçilməkdən görə. Baxaq variantlarımıza. Damal is a modern type of dance in India. Deyir, müasir, yəni rəqs növüdür. Baxaq görək, müasir imişmi bu? Deməli, görürsünüz, bax, traditional dance yazır, yəni ənənəvidir və deyir ki, deməli, onun Siddi insanların əcdadları Afrikadan əsrlər əvvəl gəlibdir. Bax, many centuries ago-dur. Yəni bu yeni modern deyil, əksinə qədim bir rəqs növüdür. Ona görə A variantını götürə bilmərik. B variantı always-dir. Ümumiyyətcə always-dir, only-dir, hardly-dir. Bunlar onda biraz diqqətli olun variantlara. Baxaq görək B variantımız doğrudurmu, yoxsa yox. Deməli, baxırıq. In the past, Damal was performed by the Siddis after returning from successful hunting of wild animals. Deməli, görək, doğru mudur? Yox, bu da doğru deyil. Çünki burada yazıbdır ki, moonlight.
Ay işığında da nə edir? Göstərilə bilir, həmçinin nümayiş etdirilə bilir. Burada amma yazıb always sunrise. Amma əksi nədir? Moonlight-da da ola bilər. Ona görə bu da səhvdir. The clothing of the dancers is dark. Deyir ki, rəqqasələrin, yəni o rəqs edənlərinin paltarı nədir? Tündür, tünd rəngdədir. Baxaq görək tünd rəngdədirmi orada? Deməli, wear colorful. Bax, görürsünüz, rəngli deyir. Ona görə bax, bu da səhvdir, götürməyəcəksiniz. Damal combines African and Indian musical traditions. Yəni deyir ki, Afrika və Hindistan musiqi ənənələrini özündə birləşdirir. Baxaq görək, düzdürmü deyir, yoxsa səhvmi deyir. Baxın, deməli, people dance to the music, which is a mixture of African rhythms and Indian traditional music. Görürsünüz, Afrikan və Hindistan musiqisinin qarışığıdır, düzdür. Elə cavabımız olacaq nəyə? D variantı. Gedək baxaq 24-ə. 24-də bizdən deyir ki, what do the farmers when their crop is ready? Deyir, fermerlər onların məhsulları hazır olanda nə edirlər? Baxaq görək nə edirlərmiş. Görək, deməli, but nowadays, this folk dance is performed by the farmers when their crop is ready to harvest. They bend down. Bax, biri budur. They bend down in the field. Yəni onlar tarlada əyilirlər və deməli məhsulların ətrafına yarım dairələr yaradırlar. Nə edirlər? Allaha, yəni Tanrıya əldə etdikləri məhsula görə təşəkkür edirlər. Deməli, biz götürməliyik nəyi? Biri məhsula görə Allaha dua eləyirlər, bir də yarım halqa formasında əyilirlər. 1-4 götürəcəyik, cavabımız olacaq Y variantı. 25-də deyir ki, city people, yəni city insanlarla danışır. Elə biz buna aid bir şey bayaq dedik. Görək hardadır. Deməli, aha, baxın burada. The ancestors of city people came from Africa many centuries ago. Although they have adopted the language and many customs of India, some of their African traditions have also been preserved. Deyir ki, city insanlarının yəni əcdadları Afrikadan çoxlu yəni əsrlər əvvəl gəldilər. Baxmayaraq ki, onlar dili, Hindistanın dilini, adət-ənənələrini qəbul etdilər. Onlardan bəziləri Afrika ənənələrini qoruyub saxlamışlar həmçinin. Yəni baxaq, have kept belə bir cümlə var idi burada. B-ni götürəcəyik elə. Cavabımız B olacaq. 26-da deyir ki, the passage is mainly about, bu yəni mətn haqqında idi. Mətnimiz the traditional dance of city people, yəni city insanlarının ənənəvi rəqsi olan damal haqqında idi. Yəni siz demişik ki, readingdə də, listeningdə də mətn haqqındadır sualını tapanda ilk iki cümlə, son cümlələrə baxırıq. Burada da traditional dance of city community cavabımız olacaq nə? C variantı. 27-də bizdən maintain sözünün sinonimini istəyir. Maintain bilir ki, qoruyub saxlamaq deməkdir. Preserve olacaq. Birinci paragrafda da elə bunun sinonimi. Preserve. Sonra baxırıq, deməli, being the only one its kind, yəni növünün yeganəsi, təki olmaq. Üçüncü paragrafdan istəyir. Bu da unique söz olmalıdır, səhv eləmirəmsə. Baxaq, unique sözünü tapaq. Deməli, İlk dəfədən görmürəm hardadırsa. Üçüncü paragraf dedi biz elə. Bəli. A unique feature. Unique götürəcəyiz buna da. 29-da. During the reign of kings, yəni kralların hakimiyyəti dövrü ərzində damal, yəni rəqsinə söhbət gedir. Və onu həmin o cümləni tapmalıyıq və ən az 2 sözü dəyişdirməliyik. Yəni bir dənə buraları sizin üçün silək. O cümləmiz elə buradan görünür bizə. During the reign of kings, damal was the main source of entertainment for the rulers. Yəni ki, hökmdarlar üçün əsas nə idi? Əyləncə mənbəyi idi. Siz buna main-in yerinə major yaza bilərsiniz. Entertainment-in yerinə amusement yaza bilərsiniz. Nə bilim, rulers-in yerinə hökmdarlar, məsələn, governors olar, nə bilim. Sonra başqa elə kings olar. Yəni ən çox elə major yaza bilərsiniz main-in yerinə. Və entertainment-in yerinə də amusement yaza bilərsiniz. Bunlar ən rahat bir şəkildə nə edir? Bunları əvəz edər. Amusement. Amma başqa yəni versiyalar yazanlarınız varsa rəy bölməsinə yaza bilərsiniz, amma bu iki variant ən yaxşısıdır. Və 30-da sizin deməli essenizdir. Deyir ki, which dance is your favorite one and why? Yəni hansı rəqs sizin sevimli rəqsinizdir və niyə?
Yəni istədiyiniz bir rəqsi yaza bilərdiniz orada. Azərbaycan rəqslərindən də yaza bilərsiniz. Belə, bu qədər. Ümid edirəm yaxşı yazmısınız, ürəyiniz istəyən kimi yazmısınız. Normalda, yəni bugünkü ingilis dili imtahanını yenə nəzərdən keçirəsi olsaq, 2 martdakı ilə eyni səviyyə idi, çətin deyildi. Suallar gördünüz, hamısı eyni formada düşüb. Məsələn, quantifiers orada bu idi, burada budur. Zamanlarda, yəni heç zaman uzlaşması deyil, nədir? Elə eyni zaman zərfinə aid olan bir testdir. Normalda uşaqlar zamanlardan çox qorxurlar, amma zamanlara aid elə bir çətin bir şey yoxdur burada. Nida cümləsidir, sual cümləsidir, yenə hamısı dim toplusunda işlədiyiniz formalara uyğundur. Ümid edirəm hamınız diqqətsiz səhvlər eləməmisiniz, doğru bir şəkildə neynəmisiniz, cavablandırmısınız. Testlərinizi listening suallarını da əlimizə çatan kimi, yəni listeningin özü əlimizə çatan kimi onu da paylaşmağa çalışacağım. Yenidən hamınıza uğurlar. Bu bir son deyil. Blok imtahanınıza daha da yaxşı hazırlaşın. Orada 2 şansınız var və istədiyiniz ixtisası inşallah qəbul olarsınız. Hələlik özünüzə yaxşı baxın.